Yardımlı rayonunda müəllim tərəfindən döyülən şagirdlə bağlı yeni təfərrüatlar məlum olub. Məlumata görə, hadisə rayonun Hamar kəndində baş verib. 5-ci sinif şagirdi Hüseyin Məlikov məktəbdə müəllimi tərəfindən döyüldükdən sonra evdə halı pisləşib. Valideynlərinin sözlərinə görə, azyaşlının gözləri çəpləşib, qarşısındakı bir şəxsi 2 nəfər kimi görməyə başlayıb. Əllərində qıc olma və titrəmə yaranan uşaq hadisədən sonra qorxu keçirir və müəllim məni yenə döyəcək sözlərini təkrarlayır. Ayşe. Dede. Dillen de. Dillen de. Ne olur dillen de. Valla. Can. Can. Siz niye işçisiz? Ha? Siz niye işçisiz? İşine fark evet ha. Gözleri onu görüyor. Deniz iki söz. Məktəblinin vəziyyəti ilə bağlı həkim müayinəsi aparılıb, hadisə barədə müvafiq qurumlara məlumat verilib. Fakt üzrə araşdırmalara başlanılıb. Qeyd edək ki, məsələ ilə bağlı Lənkəran Astara Regional Təhsil İdarəsi hələlik heç bir açıqlama verməyib. Beynəlxalq təcrübədə uşaqların təhlükəsiz və zorakılıqdan uzaq mühitdə təhsil almaları üçün bir sıra tədbirlər görülür. Bu tədbirlərə müəllimlərin etik davranış qaydaları üzrə mütəmadi təlimlərə cəlb edilməsi, məktəblərdə psixoloq və sosial işçilərin fəaliyyət göstərməsi, zorakılıq halları üçün gizlin şikayət və müdaxilə mexanizmlərinin yaradılması, həmçinin valideyn məktəb əməkdaşlığının gücləndirilməsi daxildir. Mütəxəssislər hesab edirlər ki, bu cür yamaşmalar uşaqların fiziki və psixoloji təhlükəsizliyini qorumağa, təhsildə daha sağlam və güvənli mühit yaratmağa xidmət edir.